2 nömrəli sualın şərtində bizə deyilir ki, düz bir yolda hərəkət edən bir cismin koordinat zaman qrafiki şəkildəki kimidir. Cismin 0-t zaman aralığındakı yer dəyişmə göre orta sürəti V1, t2 zaman aralığındakı yer dəyişmə göre orta sürəti V2 olduğuna görə V1-in V2 olan nisbəti neçədir? Deməli, bizə koordinatın zamanın asıllıq qrafiki verir və orta sürətlərin nisbətlərini istəyir. Biz birinci 0-t zaman aralığındakı yer dəyişmə göre orta sürəti tapsaq, V1 bərabərdir Sx bölünsün t'dən. Biz görürük ki, cisim 0-dan x-inci koordinata gəlib. Bu zaman x çıxılsın x 0-dan son koordinatımız x, başlanğıc koordinatımız 0 bölünsün t, eləcə x bölünsün t'yə. V2-ni tapsaq, Sx bölünsün t yenə. Artıq t2 t aralığına baxırıq. Bu zaman başlanğıc koordinatımız x, son koordinatımız isə 4x-dir. Deməli, yazsaq, yəni x çıxılsın x 0-dan, 4x çıxılsın x, eləcə 3x bölünsün t. İndi isə V1-in V2 olan nisbətini tapsaq, V1 bölünsün V2 bərabərdir. V1'imiz x bölünsün t. Böləndə V2 eləcək, deməli, t bölünsün 3x. İxtisarlar aparanda qalır 1 bölünsün 3.